Esselamu Aleyküm ve Rahmetullah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bitəqvallah. Əziz müminlər, günlərin seyyidi cümə günündə və məkanların alisi Allah evində əvvəla özümü və siz əzizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Və qarşıdan xanım Zəhra Salamullah Aleyhanın şəhadət günləri gəlir ki, bilirsiniz, 2 tarix var idi, məşhur ki, Peyğəmbər Əkrəmin rəhlətindən 75 gün sonra və 95 gün sonra. Artıq o 95 gün Peyğəmbərin rəhlətindən sonraki müddət yaxınlaşır. Bazar günü ayın 23-də məscidimizdə şam namazından sonra xanım Zəhra Salamullah Aleyhanın şəhadəti ilə əlaqədar məclisimiz təşkil olunacaq. Möminlər dəvətlidirlər. Allah bizləri xanım Zəhranın şəfaətindən binəsib etməsin inşallah. İnsan iradə və ağıl sahibidir. Allah onu bu xüsusiyyəti ilə bütün məxluqatdan şərəfli yaratmışdır. İnsana düşüncə, dərrakə, ağıl vermişdir. İnsan seçimləri öz ixtiyarındadır. İnsan sanki Allah ona bir ağ vərəq və bir qələm verib ki, öz həyatını özün yazacaqsan. Necə istəyirsən yaza bilərsən. İxtiyarımız öz əlimizdədir. Biz bir proqram üzrə yaşamırıq. Biz qismən Allahın iradəsindən, qismən də öz Allahın lütfü ilə ixtiyarımızdan asılı olan bir yaradılmışıq. Ona görə də İslam dini insanların şəxsiyyətinə, insanların dini inancına, insanların əqidəsinə, insanların ailəsinə və cəmiyyətə zərər verə biləcək bütün vərdişlərdən insanları çəkindirir, insanları qoruyur. Onlara haram edir ki, insanlar ona yaxınlaşa bilməsinlər. Çünki bunlar həm insanın şəxsiyyətini sındıran amillərdir. Hər o şey ki, din qadağan edib, bilin ki, o insan şəxsiyyətinə zərərlidir. O insanın şəxsiyyətinə yaraşmayan bir haldır. Və eyni zamanda həmin qadağan olunmuş zərərli vərdişlərə aludə olmaq insanın özünə İstər fiziki olaraq cisminə zərər var, istər malına zərər var, maddiyyatına zərər var, istərsə də onun mənəviyyatına zərər olduğu kimi, eyni zamanda onun ailəsinə, onun qohum-əqrəbasına, onun yaşadığı cəmiyyətə də belə zərərləri var. Allah-u Teala Quran-ı Kərimdə iman əhlinə xitabən buyurur, Ya eyyühəl-ləzīnə əmənu qu ənfusakum və əhlikum naran və qudəhən-nas vəl-hicarə. Ey iman gətirənlər! Özünüzü və ailənizi qoruyun o cəhənnəm ateşindən ki, onun yanacağı daşlar və insanlardır. Yəni, cəhənnəm ateşi elə insanların özündən təşkil tapıb. Özünüzü və ailənizi qoruyun bu cəhənnəm ateşindən. Allah ki, bu əmr edir, bunu göstərir ki, yəni bizim özümüzün bir iradəsi var və bizim özümüzün bir məsuliyyəti var. Evladlarımızın üzərində, ailəmizin üzərində, qohumlarımızın üzərində bir məsuliyyət var ki, biz də onları qorumalıyıq. Onları bütün o təhlükələrdən yayındırmalıyıq. Əziz Peyğəmbərimiz buyurur, Əl-kəyyus mən danə nəfsəhu və amilə lima bə'dəl-maut. Peyğəmbər Əkrəm buyurur ki, zirək adam bilirsiniz kimdir? Zirək, kəyyis ağıllı da tərcümə olunur. Amma əsasən dərin tərcüməsinə baxsaq, zirək ağıllı adamdan söhbət gedir. Kəyyisin mənası budur. Peyğəmbər Əkrəm buyurur ki, ağıllı adam, zirək adam bilirsiniz kimdir? Həmin adamdır ki, nəfsinə hakim olmağı bacarır və axirət üçün çalışır, axirət azuqələri üçün çalışır. Vəl-aciz mən ətbəə nəfsəhu həvaha və təmənnə aləllah. Aciz insan bu insandır ki, öz nəfsinə tabi olub,
Bunu ilə yanaşı Allahdan da bir təmənnası var, Allahdan da bir gözləntisi var. Yəni, insan gəlib özünü bədbəxt edib, Allah bu cür istəyir bizə düşündə, bəzi qadağan olunmuş vərdişlərə aludə olmaqla özünü məhv edib, indi bir Allahdan da gözləntisi var ki, Allah buna ruzu versin, Allah buna sağlıq versin. Axı, sən özünü məhv eləmirsən. Allah sənə nə verməlidir ki? Sən rozundan şikayətlənirsən, can sağlığından şikayətlənirsən, problemlərindən şikayətlənirsənsə, bax, sən yaşayışıva. Sən əgər içkiyə aludə olmuşsansa, bu Allahın günahı deyil ki, bu sənin günahındır da. Sən əgər narkotik vasitələrə qurşanmışsansa, bu Allahın günahıdır ki, elə Allahdan da bir xeyr umursan, bir gözləntin var, bir əl açıb Allahdan da istəyirsən. Bunlar elə təhlükəli məsələlərdir ki, nəinki insanın, yenə deyirəm, özünə zərər edir. Bütün ailəni, bütün nəsli, bütün ağrabanı məhv edən amillərdir. Bir nəfər əgər içki içib əyyaş olubsa və yaxud bir nəfər narkotik vasitələrə aludə olub, narkoman olubsa, tək özünə zərər görməyib ki, görürsən, onun ailəsinə də insanlar qız vermək istəmir. Onun ailəsindən də qız almaq istəmir insanlar. Onun balası üçün də elçi gəlmirlər, bacısı üçün də elçi gəlmirlər. Gör, nə qədər adam məhv edir. Bir oğul evdə zayı çıxırsa, bütün ailəyə problem yaradır. Bir qız evladı evdə əgər yaxşı olmursa, bütün nəslin başını aşağı edir. İndi insanlar heç başa düşəydilər ki, Allah bu qadağaları bizə nə üçün edib? Haramları Allah bizə nə üçün qoyub? Allah bizim düşmənimiz deyil ki, Allah yaxşı bir şeyləri bizə qadağan eləsin. Allah o şeyləri bizə qadağan edib ki, onlar bizim ağlımız kəsmir, bizi məhvə aparır, bizi uçuruma aparır, cəmiyyəti məhvə aparır. Onlardan təbii ki, ən böyüyü, öndə gələni şərabdır ki, şərabın barəsində nə qədər hədislərimiz var, nə qədər ayələrimiz var. Bəzi hallarda sual verirlər, məyər araq Quran-ı Kərimdə adı keçib və yaxud narkotik vasitələrin adı keçib. İndi bu günləri o qədər vasitələr düzəldiblər ki, cavanları yoldan çıxartmaq üçün. İndi bu istəyir, nə bilim, dərman vasitələri olsun, istər başqa vasitələr olsun, fərqi yoxdur da bu günləri. O qədər bu cür vasitələr yayılıb ki. Bəzən sual verirlər, məsələn, filan təbii otdur, o məsələn haramdırmı, Quranda keçirmi onun haramlığı? Quran-ı Kərim buyurur, Ya eyyuhəllədiyinə əmənu innəməl xəmr vəl-məysir vəl-ənsab vəl-əzlam ritsun min əməli şeytan. Allah Teala gəlib bir-bir sayır. İnnəməl xəmr. Xəmr məst edicilərdir. Onu kimsə şərab tərcümə eləsə, Peyğəmbər Əkrəmdən hədisimiz var bizim, gəlib xəmri bizə aydınlaşdırır, izah verir. Peyğəmbər Əkrəm buyurur ki, sərxoş edən hər bir şey şərabdır və şərabın hər növü haramdır. Ayəni hədis gəlib izah edir də. Bütün növləri, fərqi yoxdur. Hər o şey ki, sənin ağlığı başından aparır, səni məst edir, Quran deyir, haramdır. Bir nəfər gəlir, deyir ki, məni məst eləmir. Məst eləmir, niyə içirsən o acı zəhirmarı? Yəni, kimin xoşu gələr? Əgər o səndə bir təsir qoymursa, dediyin kimi, niyə özünə zülüm edirsən, o yana-yana, filiyə-filiyə onu içirsən? Ya ondan qəbul edirsən? Əgər sənə bir şey təsiri yoxdursa, yalan deyirsən. Mütləq təsiri var, mütləq ağlığı başından aparır. Və ağlı başdan aparandan sonra nə qədər problemlər ortaya çıxır. Quran buyurur, min əməli şeytan, bunlar şeytanın icadıdır, bunları şeytan icad edir. Fəçtənibuhu, əmr edir Allah, bunlardan çəkinün ləalləkum tuflihun, bəlkə nicat tapasınız. Başqa bir ayə-i şərifədə Allah Müteala buyurur, İnnəmə yuridu şeytan ən yuqə beynəkumul adavətə vəl-bəğza. Şeytanın işi gücü bundan ibarətdir ki, sizin aranızda ədavət, kin-küdurət, düşmənçilik yaratsın. Şeytan
Hilələri bundan ibarətdir. Neylə yaradır Allah bunu? Fil xamri vəl məysir və yasuddakum an zikrillah və anis salat fəhəl antum muntahun. İçki ilə və qumarla. Allah deyir ki, cəmiyyətdə düşmənçilik yaratmaq üçün şeytanın 2 dənə vasitəsi var. Biri məst edicilərdir, biri də qumardır. Və bunu ilə sizi Allahın zikrindən saxlayır, namazdan saxlayır, ibadətdən saxlayır. Ardınca Allah sual verir. Fəhəl əntum muntahun. Bundan çəkinmək istəmirsiniz. Mən sizin üçün nə qədər ləzzətlər yaratmışam. Niyə bunun ardınca gedirsiniz ki, sizi məhvə aparır? Sizi məhv eləyir. Tək zərərli vərdiş deyəndə araq deyil, narkotika deyil ki. Bunun kimi də çox misallar var. Amma başında duranlar budur da, əvvəldə gələnlər budur. Bir nəfər zahid var idi, öz zamanında. Zalim hökmdara qarşı çıxışlar edirdi, insanları yayındırırdı o zalim hakimə tərəf getməkdən. O zalim hakim istədi bundan bir qisas alsın, onu gətirdirdi öz sarayına. 3 dənə şərt qoydu qabağında. Dedi, ya içki içəcəksən, ya bu xanımla zina eləyəcəksən, ya bu körpə məsumu öldürəcəksən. Bu üçündən birini sən seç. Heç birini eləməsən, mən səni öldürəcəyəm. Zahiddir, ibadət əhlidir. Baxır, bunlar böyük günahlardır, mən necə eləyim Allah? Öz-özündə götür-qoy elədi. Düşündü ki, içki içmək bunlardan az günahdır da. Bu da zinaya mən mürtəkib olmayayım, bir uşağı günahsız öldürməyəm. Eyb yoxdur, içki içim özümə zərər verim, amma bu şərdən qutarım. Düz götürdü o içkini içdi. Zahid məst oldu, məst olandan sonra padişah ki, o bir nəfər xanım gətirmişdi ora, ona da xüsusi tapşırıq verdi. O da başladı bu məst olmuş Zahidi yavaş-yavaş yoldan çıxartmağa. Zahid ki, buna meyilləndi, dedi, o şərtim var. Əgər məndən təmənnon varsa, gərək bu körpəni öldürəsin. Ondan körpəni öldürdü, sonra da zina elədi. Tarixdə bunu yazıblar ki, içki yəni budur. Allah niyə bizə qadağan edib? Allah bizim düşmənimizdir, bəyəm yaxşı bir şey bizə qadağan eləsin. Yəni, insanın ağlı başından gedər, bilməz nə iş gördü. Və bu cür də hallar olur. Nə qədər cinayətlər olub, insanlar ayılandan sonra deyib ki, mən bunu eləməzdim. Özümdə olmamışam, öz iradəmlə bunu eləməmişəm. Bəzi hallarda sual verirlər, müalicə üçün içki içmək olar biraz. Məşhur sualdır. Həkim yazıb mənə, mədəmə görə. Bu sualı gəldi bir nəfər İmam Sadiq əleyhissalamdan soruşdu. Əbu Bəsir İmam Sadiqin səhabəsini nəql edir. Bir qadın gəldi İmam Sadiq əleyhissalamın yanına. Dedi ki, ağa, mədəmdə yara var, həkim mənə tapşırıb, adı ilə yazıblardı. Onu filan xurmadan çəkilmiş bir şərab növüdür. Onunla onu qarışdırıb qəbul eləmək həkimin məsləhətidir ki, dəvadır, dərmandır. Mən bunu qəbul eləyə bilərəm. İmam Sadiq əleyhissalam istəyir ki, bu şəxsin əqidəsini yoxlasın. Dedi ki, həkim sənə dediyi halda məndən niyə soruşursan ki? Niyə qəbul eləməmsən ki onu? Dedi ki, ağa, mən gəlmişəm, imamım sənsən, səndən soruşum. Mən onu qəbul eləsəm, qiyamətdə məndən soruşsalar ki, nə ixtiyarla bu işi gördün, sən icazə versin, deyəcəm, ağa İmam Sadiq mənə icazə vermişdir. Yox, mənə desən ki, qəbul eləmə olmaz, mən onu qəbul eləməsəm, bu xəstəlikdən ölsəm, qiyamətdə məndən soruşsalar ki, niyə həkimin dediyi dərmanı qəbul eləmədin, öldün, deyəcəm, ağa İmam Sadiq demişdir. Bu ağıllı düşüncəsi, əqidəsi budur. İmam Sadiq demişdi, yəni Allah demişdi. İmamlar Allah sözü deyər, məsumlar Allah sözü deyər. İmam Sadiq əleyhissalam buyurdu ki, onun bir damlasını içsin. Əli ilə göstərdi, canın gəlib bura çatanda elə peşman olacaqsan, nə badı bu işi görəsən. Hər kim bu işə alıd olsa peşmançılığını çəkər. Və bu təhlükələrdən də biri, necə narkotika, necə şərab, bugün ən böyük təhlükələrdən də biri internet və sosial mediadır. Əgər düzgün istifadə olunmazsa.
özlüyündə gözəldir. İnternet, sosial medialar çox gözəldir. Hər kəs ondan doğru dürüst istifadə eləsin. Amma insan gəlsə, bütün işi gücü bu olsa, telefonda oyun oynamaq olsa, bütün gün sosial şəbəkələrə vaxtsız, mənasız baxsa, o adam nə ailədən xəbər olacaq, nə öz şəxsi həyatından xəbər olacaq, nə problemlərindən xəbər olacaq və bu cür də elə məhv olub gedəcək. Bu gün insanlar hamı şikayət edir yaddaşsızlıqdan. Ən böyük problem yaddaşsızlıq üçün budur. Gün ərzində bir-birinə zid, fərqli, nə qədər məlumatları biz ötürürlər. Biz istəməsək də beynimiz bunları təhlil eləyir. Təhlil eləyirsə beyin yorulur. Sanki bir dənə ambar var, bir var orada rəflərə xüsusi səliqə ilə sənə lazım olan avadanlığı yığmışsan, istəyəndə əlbə atıb götürürsən. Bir də var gətirib asıb tökmüsən ora. İndi sənə bir şey lazımdır, axtarıb tapanmırsan içindən. Qarışıb aləm bir-birinə. Başımız, beynimiz qarışıb bu lazımsız məlumatlarını. O filan maşını aldı, filan müğanni, filan işi gördü. Kimə lazımdır bunlar əzizlərim? Nə dünyamıza, nə ahirətimizə. Onlar öz kefini yaşayır, millət onların dərdini çəkir. Filan kəs boşanır, çıxdı televiziyaya. Bir ay buna silsilə veriliş qurdular. Mütəxəssislər çağırdılar, danışıldı bunun barəsində. Bu şeylər danışılsın, amma şəxsiləşdirilməsin. O şəxsin özünün problemindən danışılmasın. Problemlərin kökündən danışılsın. Problemlərin əsas məğzindən danışılsın. Və ağıllı insanlar dəvət eləsinlər bunun barəsində danışmağa. Özü ailəsi o dəyərlərindən xəbər olmayan insan ailə dəyərlərindən necə danışacaq ki? Ona görə bunlar ciddi problemləridir cəmiyyətin. Ciddi qorunmasına ehtiyac olan məsələlərdir ki, bu zərərli vərdişlərdən. Əvvəl özümüzü qorumalıyıq. İnsan özünə bir məhdudiyyət qoymalıdır. Bəli, mən sosial mediaya baxacağam, xəbərləri, məlumatları, günün nəbzini tutmasın. Filan bəlli saatda. Tamam oldu, qoyacam qırağa. Nə olar? O qədər telefona vaxt ayırırıq, həmin telefondan yazıb 2 dənə də gündə şər'i məsələ öyrənək. Hökmlərimizi öyrənək. Bunlar bizə qiyamətdə xilas edəcək. Bir hədis öyrənək, bir ayə əzbərləyək. Bunlara bizim vaxtımız qalmır, ömrümüz su kimi axır gedir. Allah'ın verir izzət cəlalını, Allah mütəal bizləri, ailələrimizi, sevdiklərimizi və bütün cəmiyyətimizi bu zərərli vərdişlərdən öz pənahında saxlasın inşallah.